Keçən dəfə biri yazıb ki, 30 manata bahadır. Gör bu 30 manata nələr daxildir. Maşın gəldi, qalxır podyomnika. Alt hissədə hər bir detal dərmanlanır. 2 cür dərman vurulur. Bu istidə giyinir kombinzonu, başlayır yumağa. Maşının altını eləyir çiçək kimi, salır aşağı. Vurulur kontaktsız şampun. Bundan sonra təzyiqli su ilə yaxşıca yuyur. Bu mərhələdən də sonra vurur nano şampun. Əl ilə maçalkalanır, yuyulur. Növbəti mərhələ vurulur vosk. Bu da əl ilə yuyulur. Vosk da vurulub yaxalanandan sonra maşın bu boksdan çıxır, girir qurulama və toz soran otağına. İçi təmizlənir, qurulanır, təkərlər qaraldılır. Bütün bu xidmətlər 30 manata bahadırsa, yazın görək neçəyə olsa yaxşı olardı. Amma qiymət yazanda nəzərə alın ki, 2 nəfər 2 saata yaxın əziyyət çəkir. Arenda, kommunal, şampunların pulun onları saymıram.